Hədis insan bədənində 360 oynağın olduğunu dedi və elm bunu 20-ci əsrdə kəşf etdi. Rəhman və Rəhim olan Allahın adıyla. Bir çox elmlər kimi anatomiya elmi də tədricən inkişaf edərək son əsrlərdə öz həqiqətini tapmağa başlamışdı. Anatomiya elminin bir sahəsi olan insan bədənindəki oynaqların sayı son zamanlara qədər alimlər tərəfindən araşdırılmış və 20-ci əsrdə dəqiq sayı kəşf edilənə qədər səhvlərə yol verilərək müxtəlif oynaq sayları qeyd edilmişdi. Lakin bu mövzuda anatomiya elmini qabaqlayan Muhammed Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm tam dəqiq rəqəm deyərək bu sahədə çalışan alimləri heyrətə gətirmişdi. Belə ki, möminlərin anası Ayşə radiyallahu anhə Muhammed Peyğəmbərin sallallahu aleyhi və alihi və səlləm belə dediyini nəql edir. Adəm oğullarından olan hər bir insan 360 oynaq üzərində yaradılmışdır. Kim 360 oynağın sayı qədər Allahu Akbar, Allah ən böyükdür, Elhamdülillah, həmd olsun Allaha, La ilahə illallah, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, Subhanallah, Allah bütün nöqsanlardan münezzəhdir, Əstəğfirullah, Allahdan bağışlanma diləyirəm deyərsə, insanların yolundan daşır, tikanı və ya sümüyü götürüb kənara çəkərsə, yaxşılığı əmr edir, pislikdən çəkindirərsə, o gün həmin insan cəhənnəm odundan özünü uzaq tutmuş kimi gəzər. Həmçinin səhabə Bureydə Əl-Əsləmi radiyallahu anhu deyir, mən Peyğəmbərin belə dediyini eşitdim. İnsanda 360 oynaq vardı və o, hər bir oynağa görə sədəqə verməlidir. Dedilər, ey Allahın Rasulü, onu kim bacara bilər? O dedi, məsciddə olan çirki aradan qaldırmam, yolda olan maniyəni uzaqlaşdırmam, yaxud da 2 rükət duha namazı qılman sənə kifayət edər. Müasir elmin kəşfi. Amerika Birləşmiş Ştatlarının xüsusən oynaqlardan bəhs edən The Joint oynaq adlı saytında deyilir. Yetkin insan bədənində 360 oynaq vardı. Sümük cərrahiyyəsi üzrə Amerika Minneapolis xəstəxanasının rəsmi saytında da oynaqların 360 ədəd olduğu bildirilmişdi. Həmçinin İngiltərənin The Medical adlı tibbi sağlamlıq mərkəzinin rəsmi saytında da deyilir. İnsan bədənində 360 oynaq vardı. O cümlədən elmi tibb kitabları da açıq-aydın insan bədənində 360 oynaq olduğunu təsbit etmişdi.